Dəyərli dostlarımız, Xırdalan şəhərinin əla bir yerindən sizlərə 6 sot torpaq sahəsinin üzərində şəxsi özünə tikilmə, 6 otaqdan ibarət mülk təqdim eləyəcəyik. Mülkümüzün son videosuna qədər sizlərdən baxmağı xahiş edirəm. Dəyərli dostlarımız, qiymət sağlam ol. Hər videoda asqırırsan. 320 min manat təşkil edir. 320 min manat. 20 metrin 30 metrədir torpaq sahəsi. 6 sot torpağın üzərindədir. Həyət bazası var, bostan sahəsi var. Evin içərisində şəxsi özünə tikilmə bir mülkdür. Təmirlidir. Köç yaşadır. Alqı-satqı et, bu günləri köç yaşa. İdarə olunan pultla siyirmə qapı sahəsi, kaletka qapı sahəsi. Həyətdə, dəyərli dostlarımız, 2 ədəd avtomobil var. Yəni, bir neçə ədəd də avtomobil daxil etmək mümkündür. Yetəri qədər kürsü sahəsi var. Həyətyanı sahə ağlay daşlarla örtülüb, əl damına kimi evin yanında, sənin altında, digər sahələrdə yetəri qədər əl damı var, dəyərli dostlarımız. Həyət üçün sanitar qovşaq evin arxa tərəfində nəzərdə tutulub. Kladovka sahəsi var, digər sahələri var, kombi otağı var. Tam ideal yaşayışlı bir mülk təqdim edirik sizlərə. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. Başlayaq həyətyanı sahədən və evin üst fasadından tanışdığa. Qaz, su, işıq, kanalizasiya hamısı mərkəzidir. Yerləşmə yeri Bakı-Sumqayıt yoluna çox yaxın bir məsafədədir. Xırdalan şəhərində 2-ci Milyonerlər məhəlləsində 8 nömrəli məktəb, ətrafında bütün yaşa obyektləri var, dəyərli dostlarımız. Geniş bir şəkildə tanışdıq edirik, dəyərli dostlarımız. Həyətyanı sahə, evin üst fasadı, eyvana çıxış sahəsi ilə hamısı ilə tanış olacağıq bir-bir. Burada gözəl bir bostan sahəsi var, meyvə ağaclarına kimi hamısı əkilib. Həyətyanı sahəni bir başqa ayrı yeri var, bostan sahəsinin bir ayrı yeri, dəyərli dostlarımız. Yəni, bostanla həyətyanı sahə ayrılıb. Həyətində gözəl bir besetka sahəsi var, əldamı, evin arxa tərəfində də həyətyanı sahə üçün sanitar qovşaq var. Keçək evin içi ilə tanışdığa. Eyvan sahəsinin qapısı bir ayrıdır. Evin giriş sahəsinin qapısı da bir ayrıdır. Evin giriş sahəsinin qapısı çox bahalı, keyfiyyətlə işlənmiş əla bir qapıdır. Gəl, qapını saxlamışam. Bismillah eləyək, evin içərisinə daxil olaq. Dəhliz vasitəsilə bölgülərdir. Çox böyük bir kvadrata malik dəhliz sahəsi var. Evin ümumi kvadratı 200 kvadratdan yuxarıdır, 200 kvadratdan. Sağda yerləşir evin mətbəx sahəsi. Evdə görülən bütün əşyalar qalacaq. Yalnız 2-ci mərtəbədə cehiz olan əşyalardan başqa. Mətbəx sahəsi ilə sizləri tanış edirik. Qanuni cütdaş fundament beton karkasdır. Dəyərli dostlarımız, gözəl bir qonaq otağı sahəsi var. Kondisionerlər evin içərisində qalır. Kombi aparatı qalır, radiatorları qalır. 3 ədəd qonaq otağının pəncərə sahəsi var. Tavan sahəsi apşifka taxtalarla işlənilib. Çox gözəl dizayn olunub. Burada yerləşən qonaq otağı idi. Pilləkənlər altı kladovka. Burada yataq otaqlarından biri yerləşir. İşıq lampası yanmadığına görə videomuz qaranlıq düşə bilər, üzrlü sayın. Sanitar qovşaq sahəsidir, dəyərli dostlarımız. Tam təchizatı, bütün aksesuarlarına kimi quraşdırılıb, tamamilə hazır vəziyyətdədir. Və gözəl bir, burada moydadır sahəsi yaradılıb, paltar yuyan maşınına kimi hamısı elektronikalar quraşdırılıb, hazır vəziyyətdədir. 2-ci mərtəbəyə qalxan gözəl, geniş pilləkən sahəsi. Hətta işıqlandırma üçün pəncərə sahəsi də qoyulub, dəyərli dostlarımız. Divarlara sağ-sol tərəfdən çılçıraqlarına kimi də vurulub. Maşallah olsun, geniş bir şəkildə 2-ci mərtəbənin dəhlizindəyik. Dəhlizdən otaqlara bölgülərdir. 4 ədəd yataq otağı buradadır. Girişdən sağda bir yataq otağı. Bütün pəncərələrdə öz həyətyanı sahəsinə baxır. Qiymət 320 min manat təşkil edir. Real müştərilərə ev sahibi tərəfindən endirim nəzərdə tutulub. 2-ci yataq otağıdır. Bu yataq otağında, dəyərli dostlarımız, görülən bütün əşyalar, yəni cehizlik olan bütün əşyalar evin içərisindən çıxarılacaq. Qeyd etdiyim kimi pəncərələr də öz həyətyanı sahəsinə baxır. Buradan da eyvana, keçid xoduna kimi qoyulub. Bütün pəncərələrin qarşısı da dəmir barmaqlıqlarla örtülüb.
Daha ehtiyac yoxdur. Köç yaşadır. 3-cü yataq otağı ilə sizləri tanış edirik. Hər bir yataq otağında kondisioner xətti var və aparaturaları quraşdırılıb. Sonuncu, 4-cü, yəni mülkümüzün 6-cı otağı ilə sizləri tanış edirik, dəyərli dostlarımız. Burada yerləşir 2-ci mərtəbəyə məxsus olan sanitar qovşaq, tam təchizatdır. Burada da gözəl bir kladovka sahəsi yaradılıb, düşülüb. Ev sahibi bildirdi ki, qardaş, mən tikintidən anlayışım var. 45 il tikinti mühəndisi işləmişəm, 45 il dedi. Kim ki gəlib evi almaq istəyirsə, mühəndis də gətirə bilər. Yəni ev sahibi zaten mühəndisdir. 320 min manata 6 sot torpaq sahəsinin üzərində Xırdalan şəhərinin əla bir yerindən sizlərə mülk təqdim etdim. Sağ olun, sağlıqla qalın.